Yüksək səs, saatlarla təkrar edilən cümlələr. Buyurun geçin. Bakın aksesuarlar endirildi, naushniklər, şapyonkalar, kabralar, adapterlər. Yəqin ki, metro çıxışlarında müxtəlif mağazaların qarşısında bu cür səsli reklamlarla bir çoxları qarşılaşır. Çəkiliş apardığımız zaman paytaxtda Nəzi Aslanov, Əhmədli və Neftçilər metrosunun yaxınlığında oxşar vəziyyətin şahidi olduq. Əziz müştərilərimiz, telefonların və kompüterlərin təmiri, eyni zamanda proqramların yazılması mağazamızda mövcuddur. Sakinlər deyirlər ki, səs gücləndiricilərdən gələn reklam səsləri o qədər güclü olur ki, nə ərazidə dayanmaq olur, nə də yaxınlıqdakı mənzillərdə oturmaq. Hər gün eşitdikləri təkrar cümlələr onların kabusuna çevrilib. Obyekt sahibləri deyirlər ki, səs gücləndiricilər vasitəsilə eyni mətnin az qala hər dəqiqə təkrarlanması təkcə müştəriləri deyil, elə özlərini də narahat edir. Amma buna baxmayaraq, alıcı cəlb etmək üçün məcbur olduqlarını bildirirlər. Öz müştərimiz özümüzə şikayət edir ki, bu nə səs deyə veriblər. Elə bilmirlər axı biz vermişik onu. Səbəbi ancaq reklam. Başqa bir şey yoxdur. Səbəb odur. Ancaq biri birinin bəhəsinə gətirib qoyublar. Biri kimsə qoyub, bir başqası da. Mən də qoymuşam ki, onda var, qoy məndə də olsun. Çünki kliyentə görə. Əsasən reklam məqsədi iləndir, müştəriləri cəlb etmək üçün. Bizdə minimum şəkildə aşağı tempdə olur. Artıq narahatlıq yaradacaq heç bir səbəb yoxdur, heç bir əsas yoxdur. Psixoloq Könül Həsənovanın fikrincə, yüksək səs insanlara psixoloji və nevroloji cəhətdən ciddi şəkildə mənfi təsir göstərir. Ucadan olan səs və daim təkrarlanan səs insan beyni üçün bir stres faktorudur. Daim həmin yerlərdə yaşayan, işləyən insanlara daha çox təsir edir. Belə ki, dediyim kimi insanlar stresə davamsız olurlar və həyatlarında baş verən kiçik bir hadisələrə normadan artıq daha aqressiv formada reaksiya verirlər artıq. Yaşlılara və uşaqlara daha çox təsir edir. Çünki yaşlılar zaten artıq yaşlarıyla əlaqəli stresə davamsız olurlar. Uşaqlarda isə konsentrasiya problemi yaradır, diqqət problemi yaradır ki, yəni daim eyni səsi eşitmək. Qurumdan həmçinin bildirildi ki, yüksək səsli reklamlardan narahat olan şəxslər Dövlət Reklam Agentliyinə müraciət edə bilərlər. Müşfiq Ağa Kişiyev, Samir Qasımov, Vüsal Cəfərov, Kənan Qafar, Xəbər Ertəsi.